geçdilər. Bu qəhrəmanlarımızdan biri də Qazi Məmmədov Pərviz Piroğludur. Sentyabrın 27-sində Azərbaycana qarşı növbəti hərbi təxribat və mülki əhalinin hədəfə alınması Azərbaycan ordusunun səbrini daşıran son damla oldu. Elə həmin andan etibarən damarlarında qisas qanı coşan aslan pəncəli oğullarımız bir ağızdan vətənin harayına səs verdilər. Belə qəhrəmanlardan biri də Məmmədov Pərviz Piroğludur. Qəhrəmanımız 1982-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2014-cü ildə Ensa ilə hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. Vətən müharibəsi başlayan zaman Pərviz də qəhrəman oğullarımız kimi ön xəttə düşmənin layiqli cavabını verən zaman top mərmisinin aldığı yara nəticəsində ayağından yaralanır. Füzuliyə getdik. Sonra Cəbrayıl, Qubadlı, Laçın dəhlizində yaralanmışam. Yəni sakitçilik idi. Yəni atış yox idi. Əraziyə nəzarət edirdik. Gözlənilmədən elə çox yaxınlığımıza düşdü. Yəni mən necə deyim? Ani moment gözümü açdım ki, yerdəyəm. 30 ildən sonra qələbə ilə o torpaqlara addım atanda bütün şəhidlərin, yəni daimiçilərində olmaqla qanının alınması, intiqamlarının alınması hissi yaşamışıq ki, yəni onların qanı yerdə qalmayıb. Pərviz xidməti dövründə bir neçə nailiyyətlər əldə edib. Onlardan biri də 2017-ci ildə Əfqanistan İslam Respublikasında sülh məramlı missiyada xidmət etmiş. Bu missiyanın icrasında xidmətdə fərqləndiyinə görə medalla və fəxri fərmanla tərtib olunmuşdu. Sevincindən ağlayırdım həmin günü. Yəni bu böyük bir qələbədir, böyük bir zəfərdir. 30 ildir gözlədiyimiz həsrətin sonudur. Qazimizin ailə üzvləri onun qəhrəmanlığı haqqında qürurla ağız dolusu söhbət açdılar. Cəbhəyə getdiyim məndən gizlətdi o. Mülki paltarda getdi bir çantayla. Sonradan bildim ki, cəbhədədir. Əlaqəm olurdu, yerim demirdi. Hər şey yaxşıdır deyirdi. Hər şey qaydasındadır, öz-özünə müayət olun. Həmişə deyir ki, qalibiyyət bizimlədir. Mən şəhidlər xiyabanına gedəndə bana başımı qaldırıb onun üzünə baxa bilmirdim. Amma Pərviz 3 gün idi xəstəxanadan qalmışdı, biz ziyarətə getdik. Mən ora fəxrlə getdim, qürurla getdim. Onların hamısının qarşısında baş əydim. Dedim, artıq ağlamaram qardaş, qanun alınıbdır. İlk gün qardaşımızı görəndə, dostumuzu görəndə ben bundan soruşdum ki, niyə axsıyırsan? Dedi, bəs döyüşdə idim, döyüş sonrasındaydım və yaralanmışam. Mən bunu işləndə çox pis oldum. Öz dostumuz da ki, sülh məramlı qüvvələrdə xidmətini eləyibdi. Biz bu günləri çox, necə deyim, xoşbəxt insanıq ki, bu günləri belə bir igidlərimiz, belə bir dostlarımız 30 il həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad elədilər. Düşmənin qarşısına qorxmadan qəhrəmancasına çıxan qazimiz cəbhənin bir neçə istiqamətində döyüşüb. O, Cəbrailin və Qubadlının alınması və vətən uğrunda medalları ilə tərtib olunub. İndi Pərviz sağlamlığına qovuşacağı günü gözləyir və yenidən yarıda qalan xidmətin davam edəcəyini deyir. Vətən sizi kimi oğullarla fəxr edir. Qəhrəman qazilərimiz. Fərid Yusifov, Eldəniz Əhmədov, Lider TV. Qarabağ